birinci dəfə bura gələndə biraz foto şəkillər çəkirdim o vaxtlar. Yəni ki, o şəkillərdən belə oldu ki, radio, televiziya, o vaxtda televiziya müxtəlif verilişlər vardı. Orada fotoqraf kimi bir növ korrespondent kimi belə gedirdim, çəkirdim bu cürə. Sonra bir balaca burada deməli assistent kino operator işlədim müəyyən vaxtlardır. Yəni bunlar hamısı 72-ci ilə qədər olan vaxtlardır. Sonra konservatoriya daxil olandan sonra bəstəkarlıq şöbəsinə yəni bir balaca işlərimi saxladım. Ancaq musiqi sahəsində işləyirdim. 79-un axırları idi belə. Gəldim burada radioda musiqi redaksiyasında başladım işləməyə. Radio musiqi redaksiyasında təxminən bir il yarım işləyəndən sonra keçdim səs yazma evində işlədim. Səs yazma evində səs rejissoru vəzifəsində. Bir 10 il orada işlədim. ...91-ci ildə musiqi redaksiyasına, televiziyanın musiqi redaksiyasına baş redaktor gəldim. Biraz burada işləyəndən sonra getdim, sonra Türkiyədə çalışdım o vaxtı. Sonra qayıtdım, yenə də gəldim burada çalışdım. Səs yazma evində artıq baş səs rejissoru vəzifəsində. Sonra oradan da keçdim yenə də musiqi redaksiyasına. Mənim bütün həyatım burada keçib. Mənim ən çox deyimdə bir bəstəkar kimi nailiyyətim hamısı bura ilə bağlı idi. Hamısı televiziya ilə bağlı idi. Mən bu idarəni həmişə sevmişəm. Yəni ki, mən buranı öz doğma evimi saymışam. Nəyə görə? Çünki məni bir bəstəkar kimi yetişməyim burada baş verdi. Mən burada bütün bu sənət adamlarıyla, əksəriyyətlə burada tanış oldum, burada gördüm. Yəni ki, həm radioda işlədiyim vaxtlarda, həm səs yazma evində işlədiyim vaxtlarda, sonra televiziyada işlədiyim vaxtlarda. Yəni, mənim bir Eldar, bugünkü qarşımızda duran Eldar Mansurov, yəni ki, tam deyərdim ki, belə səmimi deyirəm sizə, televiziyanın məhsuluyam mən, radio televiziyanın məhsuluyam. Əgər müqayisə eləsək, yəni ki, mənim bura hələ gənc vaxtlarında gəldiyim Azərbaycan teleradiosu və bugünkü teleradio çox böyük fərq var. Əvvəla hər şey yeniləşib, hər şey dəyişib. Bizim vaxtımızda olan magnetofonlar, kameralar bambaşqa idi. Yekə hamısı kameralardı, onu belə itələməyə, o telekameraları, onlar doğrudan bir pəhləvan gücü lazımdır. İndi maşallah hamısı çox rahat aparaturadır. Mən deyəm ki, studiyaların özləri, işıqları belə baxanda hər şey dəyişib, hər şey yaxşılaşıb. Dünyanın bir çox radio telekanallarına baxanda görür ki, müxtəlif, məsələn, şou proqramlar keçirilir, müxtəlif, məsələn, deyərdim ki, böyük həcmli verilişlər olur. Bu verilişləri hamısını eləmək üçün böyük bir yaradıcı qrup lazımdır. Böyük bir, deyərdim ki, prodüser mərkəzi kimi lazımdır. Yəni, deyərdim, bu, bugünün əsas tələblərindən biridir. Bunlar hamısı bugünün tələbidir və bugünün tələbinə görə bizim Azərbaycan televiziyası bu şeylərdən çox belə normal istifadə edir. Adam bir işi sevməlidir, bir işi görməkdən ötürü. Mən nədənsə, mən əvvəlindən ki, belə birinci iş yerim bura olduğuna görə, mənə buranın ab-havası başqa cürə gəldi. Yəni ki, mən doğrudan buranı öz evim kimi sevdim. Bugünə qədər mən bu idarəyə gəlib gedirəm öz evim kimi. Yəni bu məhəbbətdən irəli gəlir, sevgidən irəli gəlir.